Pasiyentlərin xüsusən də diz ağrısı, bu günləri daha çox diz ağrısına müraciət edirlər və diz ağrısının səbəbini belə araşdırmadan pasiyentə sənin dizində ağrı varsa, pasiyent gəlib həkimə dizim ağrıyır deyirsə, bu o demək deyil ki, problem o pasiyentin dizindədir. Biz gün ərzində ən azı, mən dəfələrlə videolarımda bunu vurğulayıram, gün ərzində ən azı 2-3 pasiyentimiz diz ağrısıyla müraciət edir. Çox təəssüf ki, onların heç birində diz problemi çıxmır. Dəfələrlə həkim travmatoloqda, həkim nevroloqda müalicə alır. Dəfələrlə gedir fizioterapiya müalicəsinə. Dəfələrlə sanator kurort müalicələr alırlar. Bu bir dəfə, 2 dəfə müalicə elədin. Zaten onsuz da əksər həkimlər xəstəni müayinə eləmirlər. Sadəcə xəstə deyirsə dizim ağrıyır, elə başa düşür ki, elə dizindədir problem. Xəstəni tam müayinə etmədən, həmin ağrının kökünü araşdırmadan pasiyenti müalicə eləmək olmaz. Önəmli məsələ müalicə deyil, önəmli məsələ pasiyentə qoyulan düzgün diaqnozdur. Əgər bir pasiyentin diaqnozu düzgün deyilsə, demək ki, o pasiyentin müalicəsi düz gedə bilməz.